CD-yə tez-tez gedirsinizsə, o zaman bu resepti sona qədər izləyin. Çünki mən sizə təsirli bir təbii resept deyəcəm. Bu reseptin sizə heç bir ziyanı yoxdur. İndi sizlərə deyəcəm ki, bu resept neçə cür xəstəliyin dərmanıdır. İlk öncə zəhmət olmasa videomuzu bəyənin. Videomuzun şərh bölməsində davam yazaraq bizə dəstəyinizi nümayiş etdirin. Dəyərli izləyicilərim, bugün mən sizə alaqanqal balının faydalarından danışacağam. Alaqanqal balı qaraciyəri təmizləyir, öd axınına kömək edir, sidik qovucu təsiri var, mədə-bağırsaq sisteminə yaxşı təsir edir, qəbizlik və həzm problemlərinə qarşı faydalıdır, mədə turşusunu tənzimləməyə qadirdir, iltihab əleyhinə təsirlidir, xüsusilə oynaq iltihablarında və revmatizmdə faydalı sayılır, immuniteti gücləndirir, antioksidant və antibakterial təsiri sayəsində bədəni gücləndirir, ağciyər və bronxlara faydalıdır, bəlğəm gətirici və nəfəs açıcı təsiri var. Gündə 1-2 çay qaşığı səhər ac qarına və ya gün ərzində 1 stəkan isti su ilə qarışdıraraq içilə bilər. Alaqanqal balını sifariş vermək üçün 050 458 1991 nömrəsi ilə əlaqə saxlayın.